Əziz dostlar, hörmətli izləyicilər, Xırdalandayıq 28-ci məhəllədə 2 saylı məktəb, sonra bağça, burada pajarni, texnikum, hamısı yaxınlıqdadır mərkəzləri. Bir dənə pəncərədən zəhmət olması göstərin məhəlləni də. Məhəllənin içində göstərin. Belə bir geniş məhəlləsi var, maşın saxlamaq üçün. Qəşəng stayankası da var. Üzbəüz görürsünüz bal qırmızı evi. Onun sol tərəfi doğum evidir, məktəbdir, hörmətli izləyicilər. Bura mətbəxdən niyə başladıq? Mətbəxti genişdir. Leningrad proyektidir. Onu da deyək, Leningrad proyektidir. 2 otağı da düzəlib. Yəni mətbəxdə əl vurmurdular. Gördüyünüz kimi balkonda ara kəsməni də kəsiblər, açıblar ara kəsməni. Tam təminli. Kombində göstərin zəhmət olmasa, kombiyə start da verdi. Yəni bugün belə deyək də, bismillahı biz eləyirik. İnşallah əlimizdə, ayağımızda düşərli olar bu ev sahibi üçün. Gəlin, baxın, start qiyməti də bir başdan deyirəm. Kubsalıda qeydiyyatda heç kim yoxdur, 73.000 manatdır. Hətta start yox, son qiymətdir. Həmişə deyirəm, qiymətə baxmayın. Bunda yəni ki, ev sahibi deyib ki, bu son qiymətidir. Gözəl də təmir olunub. Yəni ki, sıfırdan qaşınıb, bütün divarlar qaşınıb, beləncəsinə təmir olunub. Gəlin, bir dənə zəhmət olmasa. Operator qardaşımız bizim hamamında çəksin. Bütün aksesuarları quraşdırılıb. Yəni ki, noldan da betona çıxıbdır. Şkaturuna kimi, tok sistemidir. Sonra canım sizə düşsün, bu görürsünüz necə gözəl. Yəni ki, aksesuarları quraşdırılıbdır. Hamısı yenilənib. Boyuna kimi hamısı da imkan daxilində bahalı. Bahalı deyəndə ki, yəni ki, 40 manatlıq aboylardır. Belə bir gizli işıqlar da vurub. O gizli işıq burada da var. Keçirik, bura qonaq otağıdır. Qonaq otağını keçin zəhmət olmasa göstərin. Qonaq otağını da 2 hissədən bölüblər. Burada hətta kondisioner üçün yerdir. Misturdur, pərdə daslı. Yəni təmiri gözəldir. Doğrudan da gözəldir, yaxşıdır. Yəni ki, yeni ailə quranlar üçün çox belədir, gözəl bir variantdır. 5 mərtəbəli binanın da 1-ci mərtəbəsindədir Leningrad proyekti. Qiyməti də dedi 73.000 manat son. Yəni mən bu elanı 75 ilə də eləyə bilərdim. Amma dedim, qutaranı neçəyə verirsən? Yəni ki, bazar qiymətinə də uyğun qoyulub. Yəni ki, remontunu, təmirini nəzərə alsa, yerləşmə yerini nəzərə alsa, bağçadır, köhnə bazardır, dayanacaq burada. Yəni ki, məhəlləsi də qəşəng genişdir. Bunları hamısını nəzərə alıb, yəni ki, bu qiyməti qoymuşuq bu ev üçün. İndi inşallah siz də gəlin, baxın, hörmətli izləyicilər. Əlaqə nömrəsi profildədir. Zəng eləyin. Yəni, satışda hər qiymətli evlərimiz də var, bilirsiniz də. Burada təmir də rol oynayır, yerləşmə yeri də rol oynayır, mərtəbəsi rol oynayır. Yəni, bunlar hamısı şərtlərdir. İndi biz də bir vasitəçi kimi çalışırıq ki, sizlərə köməkli eləyək. Siz də gəlirsiniz, baxırsınız, indi qiymətlərdə müəyyən evlər var ki, görsən 4.000, 5.000, 6.000 endirim olunur. Amma bu evdə, bu mənzildə daha doğrusu qeydiyyatda da heç kim yoxdur. Qiymət 73.000 manatdır. Zəng eləyin, gəlin baxın. Kim alsa Allah xeyrin versin, hər kəsin evi olsun.